Doktor xanımlarımızın sizə sualı var. Doğuşdan sonra sağlanan qarını nə vaxt və nə zaman müdaxilə etmək düzgündür? Ümumiyyətlə, doğuş zamanı abdominoplastik əməliyyatı eyni zamanda icra olunması məsləhət görülmür. Doğuşdan ən azı belə deyim, 6 ay, minimal 6 ay, ortalama 6-12 ay arası keçməlidir ki, ondan sonra hər hansı bir estetik əməliyyat icra olunsun, daha çox da abdominoplastik əməliyyatı icra olunması məsləhət görülür. Bunun da səbəbləri nədir? Doğuş zamanı uşaqlıq əcələsi qoşulur. Müəyyən bəlli bir vaxt lazımdır ki, o əcələ tam yığılsın. Hamiləlik disbalans pozunluğu olur. Hamiləlik disbalans pozunluğu tam hormonlar tam normaya düşdükdən sonra abdominoplastik əməliyyat icra olunur. Və süd vermə. Əsas burada süd vermə məsələsidir. Süd vermə tam dayanmalıdır. Yəni xanım süddən tam kəsildikdən sonra abdominoplastik əməliyyatı məsləhət görülür. Əgər belə deyim, bu hallar olmasa, eyni zamanda abdominoplastik əməliyyatı icra olunsa, əməliyyatdan bir 6 ay, 1 il sonra deformasiyalar başlayır. Bədəndə kəsik nahiyəsində bir asimetriyalar olur, əlavə xırda bir farklı formalaşa bilər, göbək nahiyəsində bir asimetriyalar olur. Əməliyyatın belə deyim, fəsadları 6 ay, 1 il sonra üzə çıxır. Abdominoplastik əməliyyatı icra olunduqdan bir il sonra da hamilə qalmaq olur. Məsələn, pasientlərin ən çox sualları odur ki, abdominoplastik əməliyyatından sonra mən hamilə qalmaq istəyirəm, bu əməliyyatı olmaq istəmirəm və ya ki, əvəzən liposaksiya əməliyyatı olmaq istəyirəm. Xeyr, elə bir şey yoxdur. Əgər abdominoplastik əməliyyatı oldusa, bir ildən sonra tam normal hamilə qala bilirsiniz. Çox sağ olun doktor. Bizim suallarımıza tam cavab verdiyinizə görə. Çox sağ olun.